Ֆորումի նախորդ օրերին Ալիևը հանդես եկավ շատ Forumun əvvəlki günlərində Əliyev Göyçə ilə bağlı çox çaşdırıcı bir bəyanatla çıxış etdi ki, bu Sevan deyil, Göyçədir. Və bundan sonra Azərbaycan nümayəndə heyətlərinin də Ermənistana səfəri baş tutdu. Rəsmi Bakıdan gələn siqnallar da nəzərə alsaq, onların buradakı mesajı nə idi? Նշեմ, որ ադրբեջանական պատվիրակության ներկայացուցիչները Qeyd edim ki, Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilk növbədə öz əhval-ruhiyyələri və ümumiyyətlə foruma maksimum konstruktiv fon təmin etmək və ümumi normallaşma prosesinə yalnız töhfə vermək istəkləri ilə qatılırlar. Və sizə deyim ki, qeyd etdiyiniz kimi onların səfəri ilə həmin bəyanat arasında müəyyən bir üst-üstə düşmə oldu. Və onların yanaşmaları elədir ki, onlar heç bir şəkildə elə bir iştirakçılıq etməməli, elə ifadələr səsləndirməməli, elə fikirlər, bəyanatlar verməməlidirlər ki, bu ümumiyyətlə bu proses üçün, bizim üçün, mərkəzimiz üçün və həmçinin özləri üçün problemli ola bilsin. Beləliklə, əhval-ruhiyyəcə bu cür idi. Lakin bununla yanaşı biz həmin bəyanatı gördük, üstəlik həmin bəyanatdan əvvəl bizim görüşümüz oldu. Bu görüş zamanı onların iştirak formatını və forum zamanı heç bir şəkildə keçilməməli olan qırmızı xətlərimizi müzakirə edirdik, yəni vəziyyəti tamamilə idarə olunan saxlamağa çalışırıq. Və bizim qeyd etdiyimiz bir çox məqamlardan biri də məhz bu idi. Bizdə həssaslıq yaradan bəyanatlar səsləndirilməməlidir. Hətta elə suallar, yəni suallar dairəsi var idi ki, biz onlardan xahiş etdik ki, öz çıxışlarında tamamilə istisna etsinlər. Məsələn, eyni Qərbi Azərbaycan termini heç bir şəkildə istifadə edilməməlidir. Zəngəzur dəhlizi ilə bağlı ümumi bir kompromisə gəldik ki, istifadə olunan bu formulu ilə tətbiq edilməlidir. Və həmçinin çox maraqlı bir müzakirə oldu, qarşılıqlı fikir mübadiləsi. Necə edək ki, erməni ekspertlər olaraq cəhd edək? Çünki baxın, bizim sadə cəmiyyətimiz, siz əlbəttə ki, mütəxəssissiniz, söhbət sizdən getmir, amma cəmiyyətimizin böyük bir hissəsi onların cəmiyyətində vəziyyətin necə olduğunu, Ermənistanla nizamlanma və sülh haqqında danışmağa çalışan insanların nə qədər həssas olduğunu təsəvvür etmir. Və həmçinin bizim cəmiyyətimizdə. Yəni, bu baxımdan əhval-ruhiyyələr çox müqayisəlidir, hə? Və mən bunu niyə deyirəm? Çünki biz başa düşməyə çalışdıq ki, ekspertlər olaraq bir-birimizə ictimai rəyə necə təsir edə bilərik? Yəni, biz Ermənistanın ekspertləri olaraq öz çıxışlarımızda hansı ifadələr istifadə edək, hansı mövzulardan danışaq, nədən danışmayaq ki, bu prosesə təhlükə yaratmayaq və qarşılıqlı olaraq onlar da. Mən bu detalları təqdim etmirəm, çünki razılaşmaq qapalı görüşdür olub. Amma sizə deyim ki, onlarla mövzu vurğulanıb. Və onlardan biri də məhz Azərbaycanda səslənən rəsmi bəyanatlardır. Və elə də razılaşdıq ki, hər birimiz öz müvafiq orqanlarımıza bu təklifləri çatdırmalıyıq, həm? Və məhz həmin görüşdən sonra oldu, sonra həmin bəyanat oldu və həmçinin bizim Ermənistanın media, sosial şəbəkə məkanında olan reaksiyalar bizim üçün faktiki sübutdur ki, əgər Azərbaycan tərəfi bu prosesin daha sürətli getməsini istəyirsə, niyə bu ritorikadan çəkinməlidir? Onlar da bütün bunları əlbəttə ki, başa düşdülər. Amma sizə öz təəssüratlarımı deyim. Həm bu görüşdən əvvəl, həm də xüsusilə görüşdən sonra, baxın, onların bu düşmənçilik ritorikasından, anti-erməni, yaxşı ritorikasından çox tez bir zamanda çəkinəcəklərini gözləmək, əgər düşmənçiliyi bir qədər zəiflətsələr, amma anti-erməni ritorikası özü davam edəcək. Üstəlik deyim ki, uzun müddət davam edəcək. Və mən bu qiymətləndirmələri ümumilikdə Azərbaycanın siyasətini və Azərbaycanın baxışlarını qiymətləndirmək nəticəsində təqdim edirəm. Deyim niyə? İndi baxın, siz Göyçə ilə bağlı bəyanatı gətirdiniz, yaxın günlərdə orada, belə demək olarsa, qələbə tədbirləri keçiriləcək. Mən proqnozlaşdırıram ki, orada daha qəskin çıxışlar olacaq. Biz sadəcə buna hazır olmalıyıq. Niyə? Çünki Azərbaycan bu ritorikadan imtina etməyəcək.
Azərbaycan bəlkə də səmimi olaraq gedər, mən bəlkə də qeyd edim, çünki sona qədər əmin deyiləm ki, bu proses uğurlu ola bilər. Bir ekspert olaraq da ehtiyatla yanaşıram. Bəlkə də nizamlanmaya gedər və mən ən azından qlobal analiz edərkən başa düşürəm ki, Azərbaycan üçün də bu anda nizamlanma zəruridir. Amma onların Ermənistanla və erməni xalqı ilə müəyyən münasibət formatı olacaq. Bu məncə ilk növbədə keçmişi, baş verənləri daim xatırlatmaq olacaq və bunun məqsədləri ikidir. Biri Ermənistanda belə demək olarsa revanş imkanlarına yol verməmək üçün işarə etmək. İkincisi daim belə demək öz daxili PR-ları üçün daim həmin ritorikanı saxlamaqla 2020-23-cü il ondan əvvəl, yəni Artsaq erməni olanda orada onların təqdim etdiyi müxtəlif hadisələr hansıları ki, onlar vandalizm adlandırırlar və s. və ilax və niyə də bəzən 100 il əvvəlki hadisələrə getməklə, yəni təkrar edirəm, bunu nəzərə almaq lazımdır. Yəni mən heç bir şəkildə o dərəcədə zəifləməyəcəm ki, düşünüm ki, sabah Azərbaycan bu ritorikadan imtina edə bilər. Bu mənim üçün təbiidir, bu olmalıdır, çünki təkrar edirəm, bu onların Ermənistana və daha geniş mənada siyasətinin bir hissəsidir. Çünki Azərbaycan regional, yəni regional aktor roluna çevrilməyə çalışır. Azərbaycan prezidentinin belə ambisiyaları var. Bunun üçün də daim həmin qələbəni xatırlatmaq çox vacib siyasi və təbliğat vasitəsidir. Վերջին շրջանում իրենց այցերը բավականին դինամիկ են դարձել եւ եթե նայեք նախորդ այցը երկու շաբաթ առաջ են տեղի Onların bütün günü gözlərinin qabağındadır Qələbə parkı adlandırdıqları hərbi qənimətlər parkı. Amma bu ritorikanı saxlamaqla Azərbaycan cəmiyyətini inandıra biləcəklərmi ki, ən azı qonşuluqda yaşamaq, sülh olmasa da, amma qonşuluqda yaşamaq lazımdır. Düşünürəm ki, bu proseslər paralel gedəcək. Mən belə deyim, mən bunun müsabiqə ilə ekspert müzakirəsi hesab edirəm. Çünki ikimiz də bu prosesləri izləyirik. Mən Azərbaycanda belə dəyişiklikləri hələ 2024-cü ilin ortalarından müşahidə etmişəm. Yəni problem nədir? Bizdə qəbul olunub ki, onlara lazımdır. Onlarda sistem elədir ki, onlara daim xarici düşmən lazımdır ki, onun üzərində özlərinə təsdiq etsinlər. Amma elə deyil ki, onların xarici düşmənlərinin dairəsi yalnız ermənilərlə və erməni xalqı ilə və Ermənistanla məhdudlaşır. Çünki eyni əhval-ruhiyyələr son vaxtlar isə daha böyük miqyasda Rusiyaya qarşı, İrana qarşı var. Daha artığını deyim, bu müzakirələr zamanı sırf ekspert baxımından, üstəlik artıq forum çərçivəsində mən müşahidə edirdim ki, ən yaxın yanaşmalar və təhlillər bizim onlarladır. Yəni onlar nə deyirlər? Deyirlər ki, İranla münasibətlərimizi tam şəkildə nizamlamaq mümkün deyil, çünki onlar bizim ölkəmizi suveren ölkə kimi görmürlər, xalqımızı da ayrı bir xalq kimi görmürlər. Onlar öz dövlətlərinin davamını, öz cəmiyyətlərinin davamını görürlər. Eyni ilə Rusiya vəziyyətində onlar eyni keçmiş imperiyanın bir hissəsini görürlər və heç bir şəkildə barışmırlar. Yəni həmin qiymətləndirmələr bizdə müəyyən dairələrdə, peşəkar dairələrdə olanlar, eyni ilə belə deyim, 99% dəqiqliklə onlar qeyd edirdilər. Mən bunu nə üçün deyirəm? 2024-cü illərin ortalarından mən artıq onlarda müşahidə edirdim ki, Ermənistana qarşı siyasətdə bir dəyişiklik yaranıb. Və bu obyektiv idi. Və bu nə vaxt mənim üçün aşkar oldu? Ən azından 2024-cü ilin avqustunda, səhv etmirəmsə, Putinin dövlət səfəri baş tutdu. Bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Rusiya prezidentinin misli görünməmiş bir səfər idi, dövlət səfəri. Və bu kifayət qədər uzun bir səfər idi. Artıq aydın idi ki, Azərbaycanda Rusiyanın bu ölkəni tamamilə öz nəzarəti altına almağa çalışmasından böyük bir narahatlıq var. Və məhz o zaman mən proqnozlaşdırmağa başladım ki, onlar bu prosesi pozmaq üçün uyğun bir bəhanə tapmağa çalışacaqlar ki, bu da onlara çox gözlətmədi, uzun gözlətmədi. Həmin təyyarənin, sərnişin təyyarəsinin vurulmasını onlar çox, belə deyim, demək olar ki, eyni ssenariylə Rusiyaya qarşı istifadə etdilər, necə ki, 2 il əvvəl ya da Tehranda Azərbaycan səfirliyinə qarşı. Onlar həmin dövrdən istifadə etdilər, münasibətləri maksimum gərginləşdirdilər və öz işlərini gördülər. Rusiyanın, İranın təsir etmək üçün olan bütün mümkün rıçaqlarından onlar tədricən həmin dövrdə onlardan azad oldular. Buradakı ən vacib şey isə məhz həmin üç tərəfli bəyanat idi. Yəni onlara hər cür yolla 9-cu noyabr bəyanatından qurtulmaq lazım idi. Azərbaycanın ən böyük nailiyyəti baxan deyirəm, üç tərəfli bəyanat indi həyaca keçiriləcək, həyata keçirilməyəcək. Deyim ki, onlarda da müəyyən bir şübhə görürdüm, amma vacib odur ki, 9-cu noyabr artıq yoxdur. Çünki 9-cu noyabr o rıçağı idi, o imkan idi ki, Rusiya gəlib bu regionda yerləşsə, yenidən həm Ermənistanda, həm də Azərbaycanda yerləşə bilərdi. Onlar üçün, bəli, onlar üçün məhz bu ən böyük
böyük narahatlıq idi. Və o zaman artıq başa düşürdüm ki, onlar sanki Ermənistanla nizamlanmaya getmək üçün strateji bir qərar qəbul ediblər və bugün dünyada bir neçə regionda müşahidə olunan regionalizasiya prosesinə getmək, Mərkəzi Asiya, daha əvvəl bu əlbəttə ki, Baltikyan ölkələri idi və həmçinin bizim regionumuz. Yəni onların baxışını mən bu anda belə qiymətləndirirəm. Ermənistanla nizamlanma istiqamətində işləmək, səy göstərmək və Cənubi Qafqazı muxtarlaşdırmağa aparmaq, amma belə bir incəliklə Azərbaycanı bu regionun, belə demək, aparıcı ölkə kimi mövqeyləndirməklə. Bu siyasətlə işləyirlər və burada əlbəttə ki, Ermənistanla nizamlanma təbiidir ki, onların gündəmindədir. Alınacaqmı ya yox demək çox çətindir, çünki dünyada bu qeyri-müəyyənlik davam etdikcə bu bizim ekspertlər üçün proqnozlaşdırmaqda çox böyük deməli narahatlıqlar yaradır və qeyri-müəyyənlik yaradır ki, uğurlu olacaqmı ya yox. Əgər uğurlu olsa yaxşı olacaqmı ya pis olacaq, mən düşünürəm ki, olan və indi sahib olduğumuzdan daha yaxşı olacaq. Amma təkrar edirəm, yekun qiymətləndirmələr verməkdə çətinlik çəkərəm. Və qaydaq ekspertlərə. Son vaxtlar onların səfərləri kifayət qədər dinamikləşib və əgər əvvəlki səfərə baxsaq 2 həftə əvvəl, oradakı heyət 5-6 nəfər idi deyərsən. Fərdi ekspert bacarıqları ilə parlamırdılar və əsasən Əliyevin siyasi ruporları idilər. Bu dəfə ekspertlər gəlmişdilər, biri deyəsən Topçubaşov mərkəzinin direktoru idi, digəri isə Carnegie fondundan. Bu seçməyə Ermənistan tərəfinin hər hansı bir təsiri olubmu yoxsa yox? Çünki bilirəm ki, əvvəlki nümayəndə heyətinin tərkibinə təsiri olmayıb. Və dəyişikliyi necə qiymətləndirirsiniz ki, əvvəlki görüşə o səviyyədə şəxsləri göndərmək, bu dəfə isə onları? Mən belə deyə bilərəm. Əvvəlki görüş tamamilə başqa formatda bir görüş olduğu üçün və kifayət qədər məlumatım olmadığı üçün qiymətləndirə bilmərəm. Aydındır ki, əvvəlki görüşdən bağlı ictimaiyyətə açıq olan odur ki, razılaşma əldə olunub. Artıq aydındır ki, Təhlükəsizlik Şurası deməli birləşdirici halqa olub və orada deyəsən dəqiq bir format var. Qarşılıqlı razılaşdırılmış, tərəflər özləri müstəqil olaraq deməli öz nümayəndə heyətlərini cəlb edir və ya formalaşdırırlar və müəyyən bir dövrlülük var, deyəsən, davamlılıq var. Ermənistanda görüş oldu, növbəti görüşün Bakıda olması məntiqlidir. Burada da nəyə qeyd edilə bilərəm ki, baxın, biz bu prosesə daha əvvəl başlamışdıq, bəlkə də əvvəlki platformada daha əvvəl başlamışdı. Amma bizimki ictimai bir tədbir olduğu üçün, o isə qeyri-ictimai. Biz tamamilə bu prosesi nəzarətdə saxlamağa çalışırdıq, ona ictimai fon olmasına imkan vermirdik. Amma bunun əksinə olaraq müşahidə edirdik ki, paralel olaraq bir proses var. Çünki bizim üçün də o məlumat qapalı idi. Çünki yeni o danışıqlar prosesi, təsdiqləmə prosesi müəyyən dərəcədə belə proqnozlara imkan verirdi. Aydındır ki, Azərbaycan, baxın, bir ölkədir. Hətta deyəm ki, Ermənistan, indi mən Ermənistandan getməyə qərar verirəmsə, mənə dəvət gəlirsə, təbii ki, mən müəyyən baş nazirin aparatının nəzdində olan bir qurum olan Orbel mərkəzində işləməmdən başqa, əgər hər hansı bir müstəqil qurumun nümayəndəsi olsaydım belə, bunlar ciddi təhlükəsizlik məsələlərdir ki, sən öz dövlətinin razılığını və həmçinin zəmanətini və dəstəyini almadan ki, gedəcəksən və sənə heç nə olmayacaq və geri qayıdacaqsan. Üstəlik deyim ki, həmin o qara narahatlığı, qorxular onlarda da var idi və mən şəxsən onlara təqdim edəndə ki, heç bir narahatçılığınız ola bilməz, çünki ən yüksək səviyyədə onların təhlükəsizliyi təmin olunub və onlar da gördülər ki, hansı tədbirlər həyata keçirilir, onlarda böyük bir rahatlıq gördüm, xüsusilə də jurnalistlərdə. Çünki ekspertlər əvvəlki təcrübəni nəzərə alaraq bir-biri ilə əlaqə saxlamışdılar. İndi əgər bizə gəlsək, biz öz deməli, iştirakçılarımızı seçmişik, üstəlik daha böyük bir siyahımız olub, amma bizim belə tədbirlərlə bağlı Ermənistan Respublikasının digər dövlətə məxsus qurumlarla müəyyən bir iş mexanizmimiz var. Və məhz bu seçməyə gəlmişik, onlarla əlaqə olub, heç bir şəkildə dəyişməmişik, başqa namizədləri daxil etməyə çalışmamışıq, sıranı genişləndirməyə və s. və eləx. Belə necə başlamışıqsa, elə də proses gedib, fasiləsiz gedib. Bir an hiss olundu ki, bir qeyri-müəyyənlik var. Bu da yəqin ki, təkrar edirəm, həmin məcburi tədbirlə, dövlət müvafiq qurumları ilə qarşılıqlı razılaşma ilə bağlı idi. Gələcəyə gəlincə isə, onların tərəfindən də təklif oldu ki, bu prosesi bununla məhdudlaşdırmamağı necə anlamaq olar, amma biz hələ tələsməyi təklif etdik, qiymətləndirmələri anlamağa çalışmaq, bu ümumi prosesə nə dərəcədə töhfə verir və həmçinin mənim üçün ən vacibi onların davranışlarını izləmək. Mənim ən azından özüm üçün belə bir şərti bir zaman çərçivəm var və izləməyə çalışacağım, görüm qeyd etdiyim o müzakirə və orada qeyd olunan həssaslıqlarımız, gözləntilərimiz qarşılanmağa çalışılacaqmı? Çünki ən azından mən belə bir razılaşmanın tərəfi olaraq öz tərəfimdən o razılaşmaları saxlamışam. Əgər görsəm ki, o etimad mühiti var, o zaman bəlkə də artıq prosesin davamlılığını, onlara davamlılıq vermə imkanını müzakirə etməyə çalışarıq.